Düşünə bilirsiniz, Azərbaycanda elə məktəblər var ki, hicablı qızlara qapıdan içəri buraxmır. Təsəvvür edin. 14 yaşında bir qız, əlində dəftərləri var, çantasında kitabları var, ürəyində oxumaq arzusu, gözlərində gələcək ümidi var. O məktəbə dava etməyə gəlmir, qayda pozmağa, kiməsə zərər verməyə gəlmir. O sadəcə oxumağa gəlib. Amma məktəb qapısı onun üzünə bağlanır. Niyə? Davranışına görə? Yox. Tənbəlliyinə görə? Yox. Qiymətlərinə görə? Yox. Tərbiyəsizliyinə görə? Bu da yox. Sadəcə başını örtdüyünə görə, sadəcə inancını daşıdığına görə, öz dəyərlərinə, öz bədəninə, öz seçimlərinə hörmət etdiyi üçün. Və ən ağır sual, biz bu qıza nə öyrədirik? Əgər oxumaq istəyirsənsə, öz kimliyindən imtina et. Təhsil almaq istəyirsənsə, öz inancını qapının çölündə qoy. Cəmiyyətə uyğunlaşmaq istəyirsənsə, əsl özündən vaz keç. Halbuki məktəb uşağın qapıdan qorxu ilə girdiyi yox, ümid ilə girdiyi yer olmalıdır. Elə deyil? Məktəb uşağın kimliyini əzməməlidir. Məktəb uşağın vicdanına toxunmamalıdır. İnancı ilə təhsili arasında seçim etməyə məcbur etməli deyil. Çünki bu seçim deyil, bu ədalətsizlikdir. Hicab bir qızın zəkasını azaltmır, onun istedadını öldürmür. Hicab onun gələcəyinə mane olmur. Hicab onu daha az şagird, daha az vətəndaş, daha az insan etmir. Əksinə, o qız artıq kiçik yaşlarında məsuliyyət daşıyır və buna görə cəzalandırılmamalıdır. BMT-nin Uşaq Hüquqları Konvensiyası var. Azərbaycanın da üzərinə götürdüyü öhdəliklər var. Orada uşağın təhsil hüququ, vicdan azadlığı, dini inancına görə ayrı seçkiliyə məruz qalmaması açıq şəkildə qorunur. Amma kağız üzərində yazılan hüquq məktəb qarşısında dayanan həmin qızın göz yaşını silmirsə, deməli problem hələ də həll olunmayıb. Bu qızlar kimin qızlarıdır? Bizim, bu ölkənin, bu cəmiyyətin, bu gələcəyin qızlarıdır. Əgər sən bugün bu qızı hicabına görə məktəbdən uzaqlaşdırırsansa, sabah onu həkim, müəllim, alim, hüquqşünas, ana və lider olma ehtimalını da azaldırsan. Qapı bağlanır. Amma o qapının arxasında sadəcə olaraq bir dərs otağı qalmır. Orada bir ailənin ümidi, bir uşağın arzusu və gələcəyin başlanğıcı qalır. Və ən ağır da bilirsiniz nədir? Həmin qız məktəbin qapısından qaytarılanda özünə sual verir. Axı mən nə etdim? Heç nə. Sən heç bir səhv etmədin qızım. Sənin də oxumaq haqqın var. Sənin də gələcəyinə ümidlə baxmaq haqqın var. Sənin də olduğun kimi qəbul edilmə haqqın var. Rəylərdə bu mövzu haqqında danışın. Bu videonu maksimal qədər çox yayaq. Çünki buna artıq bir son verilməlidir.